seçilmiş proqramlardır və olimpiada səviyyəsindədir. Dərs mühiti belə keçəcək deməli. Mən sizə burada hazırladığım sualları bir-bir işləyəcəyik dərsdə. Məsələn, bugün 1 və 3-cü sualları işləyəcək. İkinci sualı isə sizə ev tapşırığı olaraq göndərəcəm. Mütləq şəkildə deyəcəyim qaydalara əsasən proqramları yazacaqsınız və o şəkildə yazdığınız proqramı mənə sonra göndərəcəksiniz. Ona uyğun da qiymətləndirəcəm ki, görək proqramda TLA var, yoxsa yox. Birinci ilk olaraq istəyirəm qısa məlumat verim. Olimpiada səviyyəsində olan suallarda bizdə ən tez qarşımıza çıxan bir məsələ var. Məsəl üçün, sual 1-ə keçid edək. Burada baxsaq, paylanma tarazlığı adlı bir sualımız var. Gördüyünüz kimi sizi 2 dənə mərhələ qarşılayacaq. Zaman limiti və yaddaş limiti. Nədir bunlar? Ümumiyyətlə, C++ proqramlaşdırma dili kimi digər dillərdə də bu var. Amma C++-da deyərəm ki, daha çoxdur. Çünki mexaniki dillər ailəsinə, yüksək səviyyəli dillər ailəsində olan proqramlaşdırma dillərində mexaniki, yəni əllə yazıya çox böyük önəm verilir. Məsələn, Python proqramlaşdırma dilinə baxsaq, Pythonda çox məsələ hazır şəkildə bizə təklif olunur. Amma C++-da bu belə deyil. Biz məcburuq əziyyət çəkərək, klaviatura başında əyləşərək özümüz proqramı başdan sona hər bir incəliyinə qədər düşünərək yazaq. Amma Pythonda məsələ tamam başqadır. Orada hazır üsullar var. Təbii ki, orada düşünürük, orada proqramı yazırıq. Amma oradakı proqramı yazmaq daha rahat olur. Amma C++-da bu məsələ biraz mürəkkəbləşir. Ümumiyyətlə, proqramlaşdırmada, proqram dillərində zaman və yaddaş məsələləri var. Zaman nədir? Zaman limiti deyilən hissə proqramın hər bir əməliyyatının neçə saniyə müddətində icra olunacağı vaxtdır. Yaddaş limiti deyilən hissə isə bizim bu proqramı işlətdiyimiz zaman nə qədər RAM istifadə olunacaq. Bu məsələlərə diqqət edilir. Ümumiyyətlə, proqramlar yaddaş limitinə görə, mürəkkəblik dərəcəsinə görə belə deyə bilərik. O(n kvadratı, O loqaritm n kimi müxtəlif üsullara bölünür. Mən sizə bunun PDF variantda göndərəcəm bu dərsdən sonra. Orada baxarsınız, yaddaş zaman limiti haqqında nəzəri hissə hazırlamışam. Yönəldəcəm, tam şəkildə baxıb oxuyarsınız həmin hissədən də. Və indi başlayaq birinci sualımıza. Sualı oxuyarkən heç tələsmədən sadəcə sualın birinci növbədə zaman limiti və yaddaş limitini ağlımızda tutaq. Bunlara diqqət etməliyik. Sonra, buradakı açar məsələlərə diqqət etmək lazımdır. Birbaşa bütün sualı oxusaq, qarışıqlıq yaransa, bu bizim üçün təbii ki, problemdir. Sualdakı açar sözlər var ki, məntiqi oradan anlamağa çalışmaq lazımdır. İlk olaraq bizə nə verir? Deyir ki, bir yarışda n nəfər iştirakçı və m paket resurs var. Hər paketdə K vahid resurs mövcuddur. Deməli, buradan nə başa düşə bilərik? N dənə yarışçı var, M paket var. Yəni, hər yarışçıya müəyyən sayda resurs paylanmalıdır. Məsələ bundan ibarətdir. Və paketlərin də daxilində bilmədiyimiz K sayda resurs mövcuddur. Məsəl üçün, belə götürək. Belə bir şərt qoyaq. Bu olsun bizim yarışçılarımızın sayı. Belə bir mavi, qırmızı halqanın içərisinə çəkim. 12 dənə yarışçımız var. Bu da olsun paket sayı. Paketlərin də sayı olsun 3 dənə. 3 dənə. Və hər paketin içərisində resurs sayı olsun 4 dənə. Burada, baxın, elə qiymətlə yazım. Daha yaxşı olar. Hət çox yer tutacaq. 4, 4, 4. Gördüyünüz kimi. Təbii ki, burada neçə dənə ümumi resursumuz olacaq? 12 dənə resursumuz var. 3 paket, hərəsində 4 resurs olsa, ümumi 12 resursa bərabərdir. 12 dənə də yarışçımız var. İndi keçid edək məsələnin digər hissəsinə. Resurslar aşağıdakı şərtlərlə paylanmalıdır. Hansı şərtlərdir? Hər iştirakçıya ən azı bir resurs pay alınmalıdır. Aha, bu belə.
Sonra resurslar bölünmür, yalnız tam paylanır. Bunu niyə yazıblar? Məsələn, elə resurs ola bilər ki, resurs dediyimiz hər hansısa bir texnoloji məhsul da nəzərdə tuta bilərik. Bir kitab da, bir qələm də, məsələn, ağlımızda onları canlandırın. Yəni, deyir ki, yarısını ötürək birinə, yarısını digər şəxsə ötürək, belə bir məsələ yoxdur. Resurslar integer tipindədir. Tam ədəd şəklində saxlanılır. Deməli, buradan başa düşdük ki, burada olacaq resurslar, yəni K vahid resursları biz integer olaraq yadda saxlamalıyıq. Bu birinci məsələ. Sonra, ümumi resurs sayı T bərabərdir M vur K ilə hesablanır. Bu da təbii ki, məlum məsələdir. Çünki M paketlərin sayıdır. Hər paketdə K vahid resurs varsa, ümumi resursları tapanda paket sayın resurs sayına vurmalıyıq. Bu da bizə böyük T-ni verəcək. Hətta gəlin, yaxşı olar ki, buradakı məsələlərimizi bir də ağ lövhə üzərində qeyd edək, məntiqlərini başa düşməyimiz üçün. Şərtimiz ən azı bir resurs, ən azı yəni bir resurs paylanmalıdır hər bir iştirakçıya. Bu bizim birinci şərtimizdir. Biraz böyüdüm, sizin üçün rahat olsun. Əgər görünməsə, deyərsiniz mənə. Sonra növbəti şərtimiz dedik ki, resurslar tam qiymətdir. Resurslar tam qiymətdir. Yəni integer tipində. Sonra ümumi resurs sayda elə bizim bayaq yazdığımız düsturdur. T bərabərdir M vurulsun K şəklində qeyd olunur. Burada hətta qarşısında qeyd edək M oldu nə? Paket K olacaq resurs, N isə iştirakçı sayı. Bu formada qeyd elədik. Növbəti addıma baxaq. Paylanma tam tarazlı hesab olunur. Əgər hər bir iştirakçının aldığı resursların sayı yalnız Tn və ya T bölün qiymətlərindən biri olarsa. Burada məsələ nədir? Buradakı hissəyə diqqət eləsək, resursların hər bir istifadəçi tərəf, hər bir iştirakçıya paylanma nisbəti var. Tn və T böl N. İndi bunu növbəti addımlarda mən sizə izah edəcəm, niyə belə yazılır. Ümumiyyətlə, belə baxsaq və yaxud ki, şərtimizə yenə qayıtsaq, və yaxud şərtimizə baxaq. Demişdik ki, 12 resursumuz var, ümumi olaraq 12 iştirakçı var. Təbii ki, hər iştirakçıya nə qədər resurs düşəcək? Proqram bunu bizə müəyyənləşdirməlidir. 12 resurs, 12 iştirakçı. 12 böl 12, deməli burada bir dənə resurs düşə bilər. Yəni, birbaşa hesabında belə bir qiymət alınır, amma hələ ki, buna kifayətlənmək olmaz. Çünki bizim şərtimizi hələ ki, biz tam oxumamışıq. Ona uyğun davam edək. Növbəti addıma baxsaq, bizə nə deyir? Bu şərtlər ödənilərsə, bir iştirakçının ala biləcəyi minimum resurs sayı və maksimum resurs sayı tapılmalıdır. Proqramda tapılmalıdır minimum resurs sayı və maksimum resurs sayı. Bunlara diqqət eləmək lazımdır. Əgər bu şərtlərdə paylanma mümkün deyilsə, -1, -1 olacaq. Nə hallarda -1 ola bilər? Məsəl üçün, resurslar tam qiymət almaz. Necə tam qiymət almaz? Elə alırlar ki, hər adama gərək bir dənə, dedik axı, bir dənə minimal olaraq resurs paylanmalıdır. Məsələn, elə paylanılıb ki, bu zaman belə şərt meydana çıxır. İştirakçıların sayı nə idi? N kiçik olar nədən? Böyük T-dən. N T-dən kiçik olsa, o zaman biz burada tam paylama apara bilmərik. İştirakçı sayı əgər kiçikdirsə, böyük T-dən ümumi resurs sayının paylama mümkün olmayacaq. Bu bir. Sonra, qaydaq, indi buradakı proqramımızı biz necə yaza bilərik? Addım-addım həmin hissələrə baxaq. Bir də aşağıda məhdudiyyətlərimiz var. Məhdudiyyətlərimiz N-in, M-in və K-nın qiymətləri 1-1000 aralığında qeyd olunub.
və giriş çıxışlara nə verməliyik? Input və output bölümləri nə olacaq? Giriş yeganə 3 tam ədəd verilir. N-in, M-in və K-nın qiymətlərini biz ötürürük. İştirakçı sayı, sonra paket sayı və hər paketdə olan resurs sayı. N, M, K. Onların qiymətlərini boşluq qoymaqla ötürürük proqrama və çıxışda proqram minimum və maksimumların mümkün resurs sayını hesablayır. Və paylama mümkün olmasa -1 olaraq bizə ötürəcək. Məsəl üçün, burada birinci nümunəmiz var. 5 üst 4 qiymətlərini verir. 5 iştirakçı, 3 dənə paket, 4 dənə resurs. Və minimum hər iştirakçıya 2 dənə, maksimum isə ümumi olaraq maksimum 3 dənə resurs ötürülə bilər. 6, 1, 5 qiyməti veriləndə görürsünüz ki, burada -1, -1 oldu. Çünki düzgün şəkildə paylama mümkün olmur. İndi, buradakı proqramımızı biz tətbiq eləsək, nələri qeyd eləməliyik? Öncəliklə, C++-da başlanğıcımızda necə edirdik? base.id.virgül Hər hansısa bir alt proqrama falan ehtiyac yoxdur. Birbaşa proqram daxilində gedəcəyik. Int main boş mötərizə düşək. Aşağıya. Burada return 0 qoyaq. Yəni proqramımız bu hissədə yekunlaşır. Təbii ki, Python'da yazsaydı bunların heç birinə ehtiyac yox idi. Amma C++-da bizim qaydalarımızdır. Necə ki, belə düşünək. Python'da def qoyulub funksiyaya daxil olurduq. Amma burada əgər funksiya olsaydı, alt proqram yəni hissəsi olsaydı, int main hissəsinə proqram yazılardı. Bu hissədən sonrasına isə funksiya yazılardı. Bu kimi fərqləri də var. Və qayıdaq buradakı məsələyə. Birinci növbədə bu proqramı yazanda biz TLA həmin TLA nə idi? Olimpiyadada bizim ən çox bal gətirən və balımızı alan məsələ budur. Time limit exceeded məsələsidir. Yəni, bizim proqramımız verilən yaddaş və zaman limitini düzgün şəkildə ödəməlidir və həmin limiti keçməməlidir. Müəyyən vaxtda qoyulan limitlərdir bunlar. Və proqramda TLA-in olmaması üçün proqrama mütləq dərəcədə birinci növbədə çoxlu şəkildə praktika eləməlisiniz. Birdən birə öyrənəcəyiniz bir hissə deyil. Addım-addım mexanizmini, alqoritmasını dərk eləməlisiniz. TLA, əgər proqramın TLA-yə məruz qalmasını istəmiriksə, edəcəyimiz dövrlər, şərtlər, vektor və yaxud nədən istifadə ediriksə, hər birinə diqqətlə seçməliyik. Diqqətlə seçməsək, həmin proqram limiti keçmiş olacaq. Bu zaman 100 ballıq qiymətləndirilən hər sual bəzilərincə 80, 60, 40 və bu şəkildə aşağıya düşmüş olur. 100 bal onda alınır ki, TLA verilmiş limitə düşmədən proqram bütün şərtləri, yuxarıdakı bütün şərtləri ödəsin. Bu proqrama baxsaq, verilmiş proqramımız ümumiyyətlə belə baxıram ki, ON mürəkkəbliyindədir proqramımız. Daha doğrusu ON deyil, bir dəqiqə. 1-in minədir. O1. O1 zaman mürəkkəbliyindədir, yaddaş mürəkkəbliyi də O1-dir. Çünki həm zaman limiti 0.1-dir, 64 megabaytdan verilib. Həm də aşağıda 1000-in 1-ədir və bu proqramımız O1 zaman, O1 də yaddaş mürəkkəbliyinə malikdir. Yəni, ən minimum RAM istifadə edən proqramdır. Belə proqramın əslində TLA-yə düşməsi o qədər də çox az nadir durumda olar. Böyük əksəriyyət bu proqram keçər. Əksər formalarda yazsa bu proqramda problem olmaz. Amma yenə minimal dərəcədə necə eləyək ki, daha yaxşı alınsın. Nə qədər zaman mürəkkəbliyi və yaddaş mürəkkəbliyi qaldıqsa, onda proqramın TLA-yə düşmə ehtimalı da artır. Ona görə mütləq dərəcədə diqqət eləmək lazımdır. Biz də indi sadədən başlayıb daha da mürəkkəb proqramlarla addım-addım işləyəcəyik. Deməli, burada birinci növbədə belə bir hissə qeyd edirəm. Giriş və çıxış üçün
sürətli giriş və çıxışı üçün bizim belə bir yazımız var. İstifadə eləsəz çox yaxşıdır. iOS 2.0 bit studio və bura bir dənə false qiymətli ötürə bilərəm. Bu standart bir yazılış üsuludur. Nə edir? Sürətli giriş çıxışı bizim üçün tənzimləyir. Sonra eyni qaydada biz input və output bölümlərini nə ilə yazırdıq C++-da? Hansı funksiyaların köməyi ilə? Count, sin. Bəli. Sin və Cout. Sin və Cout'un əlaqəsini bir-birindən ayırmaq və onlar arasında əlaqəni gücləndirmək üçün belə bir yazılımçımız da var. Stay. Bəli. No. PETR. Bu formada. Nöqtə virgüllərimizi də əlavə edək. Unutmayaq. Növbəti məsələmiz. İndi verilən şərtə uyğun olaraq addım atmaq lazımdır. Paket sayı, iştirakçı sayı və resurs sayını ötürməliyik. Yaxşı olar ki, ardıcıllığı düzgün ötürək. NMK. Ardıcıllığını ötürək. Burada əlavə bir Cout ehtiyacı yoxdur. Çünki giriş-çıxışlar əksər vaxta baxsaq, Cout ehtiyac olmayacaq. Necə Cout-a? Cout-la normalda söz yazmaq olurdu. Sinin yanında. Məsələn, 3 element daxillə, 3 ədəd daxillə. Belə bir söz yazmaq olurdu. Amma ehtiyac yoxdur. Heç yazmayın. Çünki bəlkə də problem yarada bilər o. Yaxşısı bu ki, elə sindən istifadə edək. Əlavə nəsə yazmayaq. Deməli, integer tipində olacaq. Çünki bizim n'imiz iştirakçı sayıdır və iştirakçıların sayı həmişə tam olmalıdır. 5,4 adam deyə bilmərik. Eyni qaydada paket sayı da tam olmalıdır. Paketlər yarıya bölünmür. K da tam olacaq. Çünki resurslar da özü dedi. Resurslar tam ədəd şəklində paylanır. Buna görə integer'ın içərisində birbaşa n, m, k-nı ötürərəm, nöqtə virgül. Sonra növbəti mərhələdə hər 3 dəyişəni sin edək və onlara qiymət mənimsədək. Yazaq bura sin, n, m və k. Nöqtə virgül əlavə elədik. Növbəti mərhələ. İndi tələsməyək. Bizim bayaq yazdığımız plan xəttimiz var idi. Dedik ki, proqramda hələ minimal maksimala çatmamışdan qabaq ümumi resurs sayını hesablamalıyıq. Görək, ümumi resurs sayı hələ nə qədərdir? Ümumi resurs sayıda təbii ki, verilən paket sayını hər bir paketin içərisində resursa vuraraq almaq olur. Deyərik ki, integer böyük T qoymuşduq bayaq qarşıya. Böyük T bərabərdir, n vurulsun k. Heç vaxt bunları unutmayın. Belə məsələlər təbii ki, bal aparır və problem yaradır. Bir dəyişən verdiysə, qarşısında onun tipini müəyyən etmək lazımdır. Sonra, indi qaydaq bura və yaxud ki, plan xəttimizə. Plan xəttimizə baxsaq, bizdə nə kimi bir məsələ var idi şərtlərimizdə? Baxın, həmin şərtlər bu idi. Deməli, resurslar tam bölünür. Bu öz yerində. Bunu sonra da təbii ki, müəyyən eləmək olar. Çünki integer tipində verilmişiksə zaten hardasa %90 hazırdır o tam bölünmə məsələsi. Sonra bir dənə şərtimiz var idi burada. Resurslar T bölünsün n-dən olur. T bölünsün n-dən olur. Bir də bundan əvvəl hansı halda bizim qaydamız pozulurdu? En kiçiksə T-dən iştirakçının sayı əgər ümumi resurs sayından azdırsa, artıq bu proqramın şərtini ödəmir və bu zaman bizə -1 verəcək. İndi tez bu şərti önə atmaq yaxşıdır. Niyə yaxşıdır? Çünki siz belə düşünə bilərsiniz. Deyərəm ki, if əgər bunun əksin fikirləşirəm. Deyərəm ki, belə olsun. M böyükdürsə T-dən. M böyüksə T-dən. Onda gedib proqramı yerinə yetirsin. Elsə düşsə zaten gəlib -1 versin. Bir baxanda bir şəkildə sən doğru səslənir. Sadəcə o qədər də yaxşı deyil. Çünki proqram elə bir proqram ola bilər ki, mürəkkəblik dərəcəsi, zaman dərəcəsi fərqli olar və bu zaman özünüzə problem yaradacaq. Yaxşı olar ki,
proqramda bu kimi şərtlər varsa, bu olarsa -1 ver, digəri olarsa -1 ver. Onu bəri başdan yuxarıda şərtdə müəyyən eləyək və gözümüzdən artıq onu uzaqlaşdıraq. Beləliklə onu hazırlayaq ki, keçək rahat formada şərtlər alınarsa nə hesablanacaq məsələsinə. Onda bizim hansı halda qaydamız pozular? İstifadəçi sayı və yaxud iştirakçı sayı ümumi resurs sayından kiçik olarsa. Onda belə bir şərt qoyarıq, şərt operatoru. Əgər böyük T kiçikdir N, ürəyiniz istəyir şərt operatorunun qarşısına bəzəkli mötərizə qoyun. Mən sizə vaxtları belə yazıram, daha səliqəli görsənir deyə. Əgər belə deyək, ümumi resurs sayı iştirakçı sayından əksinədirsə, onda Cout bizə çapa versində -1, bir dənə də qarşısına -1 yazsın. Bu arada boşluq buraxsa daha yaxşı olur. Çünki -1 bitişik olacaq, o da yaxşı görsənmir. Bir dənə boşluq qoyaq, daha da səliqəli olsun. Bax, proqram bir dəfə Cout verdisə, artıq -1'ləri verdisə, belə saxlasaq, avtomatik olaraq düşəcək, alt sətri hesablayacaq. Yəni, buralarda nə yazsaq, ora keçəcək. Bax, proqram ora keçməməlidir. Keçməməsi üçün də proqramı dayandıraq. Nə qeyd eləyək? Return 0. Yəni, T N-dən kiçik olarsa, artıq burada -1 versin çapa və proqram burada dayansın. Yəni, sənin zaten şərtin pozulur. Proqramı davam etdirməyin heç bir mənası yoxdur. Break qoymaram. Fikirləşərsiniz ki, bəlkə break qoyaq. Break tez adlandırılır. Break bura qoyulmur. Break dövr operatoruna qoyulur. Məsələn, bir dövr kimi hər hansısa bir hissə yazılsaydı və dövrü sındırmaq, dayandırmaq istəyirdiksə, onda breakdən təbii ki, istifadə eləyə bilərik. Növbəti addım. Artıq bir şərtimizi kənara qoyduq. Bu hal olarsa, -1 verəcək. Növbəti məsələ nədir? Növbəti məsələ minimum və maksimum resurs sayını hesablamalıdır proqramımız. Minimum və maksimum. Bunu necə qeyd edilə bilər? Məsələn, integer tipində olacaq təbii ki, ədədlər. Çünki n də, m də, k da integerdir. Böyük T də təbii ki, integer olacaq. M integerdir, k integerdirsə, integerə vuranda yenə sizə tam ədəd verəcək. Ona görə integer tipində yenə minimum adlı bir dənə dəyişən yaradacağım. Minimum dəyişəndə belə gəlsin. Baxın, indi diqqətli olun. Burada bəzi məsələlər var, onları qeyd edəcəm. Minimumu tapmaq asandır. Məsələn, hər istifadəçi minimum nə qədər resurs paylanmalıdır. T-ni nə bölünür? Məsəl üçün, buradakı şərtə baxın. 5 dənə bizdə nə var? İstifadəsi var, iştirakçı var. Gəlin, qeyd edək. M bərabərdir 5. Sonra nə yazılır? M idi, növbəti addımda. M olacaq 3, paket sayı. Resurs sayı nə qədərdir? Resurs sayıda deməli 4 dənədir. 4 dənədir. Buradan böyük T-ni neçə tapdıq? Böyük M vurulsun K-ya. 12. Bəli. 3 vur 4 bərabərdir 12. Bu bizim oldu böyük T-imiz. Ümumi resurs sayı. İndi 5 istifadəçiyə 12 resurs paylanmalıdır. Minimal neçə resurs paylanacaq? Minimalı tapmaq asandır. Böyük T-ni N-ə bölərəm. Bu da 12 bölünsün. Təbii ki, olacaq 5. 12 bölünsün. 5 deyərik. Buradan qiymətimizi təbii ki, float tipindədir. Amma qəbul etdiyimiz proqramda minimumun qiymətini integer deyə saxlamışıq. Onda float avtomatik olaraq integerə çevrilir və 2 qiyməti bura mənimsədilir. Beləliklə, minimum 2 qiyməti ötürüləcək. Qarşısında minimum qeyd eləsəm daha yaxşı olar. Minimum 2. Bu öz yerində. Baxaq növbəti addıma maksimalı hesablamaq lazımdır. Görək, maksimalda vəziyyət necədir? Maksimalda belədir ki, görürsünüz, buradan 3 qiyməti tapılıb. Bəs niyə 3 qiyməti tapılıb? Həqiqətən də elədir. Həqiqətən də elədir. Riyazi olaraq biz fikirləşsək, 12 dənə məhsulumuz var, 5 dənə iştirakçı var. Lap 4 dənəsinə, hərəsinə 2 dənə ötürsəm,
2 dənə ötürsən. Yenə birinə 3 dənə düşəcək. Yəni maksimum olaraq 3 dənə mən resurs paylaya bilərəm. Hələ bizim minimum 1 dənə resurs ötürməlisən. Hər iştirakçıya minimum 1 dənə resurs ötürməlisən şərtimizdə ümumi olaraq qarşılanır. O da ümumi olaraq qarşılanır. Ona görə max 4 verəcək. Və bu 4 qiyməti hardan tapıldı? Deməli, burada belə bir düstur əks olunur. Belə düsturları proqramda avtomatik özünüz düşünməlisiniz və ona uyğun tapmalısınız. Böyük Minimum üstə gəlsin nədir? T faiz N. Faiz n yox. Faiz n ehtiyac yoxdur. Yəni qalır. N çıx 1. N çıx 1. Bunu da bölərik sonra n-ə. Baxın, belə bir hissə yazın. Görə alınacaqmı? Böyük T-nin qiyməti neçədir? 12. Mötərizədə yazsaydı yaxşı. 12. 12-nin üstünə gəldi neçəni? N-i, yəni 5-i. 12 üstə gəl 5. 17. 17-dən birin çıxdı. 16. 16-nı da böldü həmin o iştirakçı sayına. 16 böl n, yəni 5, bizə tam qiymət olaraq 3 qayıdır. Görürsünüzmü? Belə bir düstur da burada təyin etmək olar. Belə hissədə təyin etmək olar ki, niyə belə yazdım? O faizlə müəyyən qədər düzəldib alına bilər. Alına bilər. Amma burada da baxın. İstənilən vəziyyətdə, istənilən situasiyada maksimalı həmişə tapacaq. Bu da həmişə minimalı tapacaq. Minimal sadədir. Çox sadədir. Bir ədədi tam n-ə böl, sənə qiymətini verəcək. Amma maksimal biraz çətindir. Böyük T ümumi bizim resurs sayımızın üzərinə gəldi istifadəçinin sayı. Sonra bir ayıracaqdı. Daha sonra alınan qiyməti n-ə böldü. Beləliklə tapdı ki, maksimal burada 3 dənə resurs paylanmalıdır. Tapdığımız bu iki düsturu tətbiq edək minimum və maksimumda. Yazaq böyük T bölünsün n nöqtə vergül. Integer maksimuma da eyni qaydada belə bir yazı yaza bilərik. Mötərizə dedik nə? Böyük T-nin üzərinə n gəl. Minus 1 elə. Sonra da böl neçəyə n-ə. Bu formada qeyd eləmişdik. Böl n-ə. Bu da belə. Bu da belə. Biz minimumu tapdıq, maksimumu tapdıq. İndi tələsməyək. Birbaşa fikirləşə bilərik ki, bəlkə də çapa verim, proqram hazırdır. Yox. Diqqətlə bir dəfədə həmişə yazdığınız proqramı analiz eləyin. Beyninizdə görün nə qaçdı. Kənarda nə qaldı. O kənarda qalan məsələ sizə bal itkisi ilə sonra geri dönəcək. Minimumu tapmışam, maksimumu tapmışam. Amma bir məsələ var. Hər iştirakçının ən azı bir vaid resurs almalıdır. Bunun 50%-ni dedim bayaq, 50-60%-ni həll elədik, amma yerdə qalın bir hissə qalıb, onu sonra baxacaqdır. Hansı hissədir o? Hər iştirakçının bir vaid resurs almalıdır. Düzdür, ilk baxışda görürük ki, böyük T-ni hesablayanda ya T böyüksə n-dən, buradan da elə bir məna çıxır da. T əgər n-dən kiçiksə, deməli hər iştirakçıya təbii ki, bir vaid resurs düşmür. Bu öz yerində. Amma bir də belə bir məsələ var. Böyük T lap olsun belə bir qiymət alsın. Böyük T-nin qiyməti əgər T n-dən nə zaman kiçik olacaq? T-nin qiyməti məsələn 4-dür, n-nin qiyməti isə 5-dir. Yəni 4 dənə resursumuz var, amma yerdə 5 dənə iştirakçı var. Nəticədə 4 dənə iştirakçının hərəsinə bir dənə resurs düşəcək, amma yerdə qalan bir dənə iştirakçıya 0 resurs düşəcək. Ona resurs düşməyəcək. Bu zaman təbii ki, qanun pozulur. Və belə olduğu halda proqram burada mənfi bir istifadə edir, return 0 verir. Amma bir dənə də məsələ var. Onu gözdən qaçırmayaq. Bəlkə böyük T n-dən böyükdür, n-dən böyükdür. Amma yenə hər istifadəçiyə müəyyən qədər resurs düşməyə bilər. Elə bir məsələ də var. Və buna uyğun olaraq belə yazarıq. Qısa desək, yəni o cümlə biraz qarışıqdır. Qısa desək, minimumun əgər qiyməti və ya biz minimum yazmışdıq. Proqramımız haradaydı? Aha, minimum yazmışdıq. Əgər minimumun qiyməti birdən az qiymət alınarsa, birdən kiçik qiymət alınarsa, o zaman
hər iştirakçıya düzgün şəkildə resurs paylanmayacaq. Və biz belə bir şərt yazarıq. Əgər minimumun qiyməti 1-dən kiçikdirsə, yenə -1, -1 verir. O zaman ki, maksimal və minimum arasında əlaqə pozulacaq. Bu da o qədər də düzgün proses deyil. If deyərik ki, əgər bizdə minimum kiçikdirsə 1-dən, sən nə ilə? Yaz ki, yaxud -1, yenə boşluq, sonra yenə -1 qiyməti, nöqtə vergül və belə bir halları nəzərdən kənarlaşdırmaq üçün return 0 əlavə elə. Bəlkə fikirləşə bilərsiniz, sonra və yaxud ağlınızda sual qala bilər, indidən deyim, elə bir hal olsa qarşısını alaq. Bayaq demişdim ki, bu kimi məsələlər olanda əvvəldə yazmaq yaxşıdır, proqramın əvvəlində. Bəs bunu bura niyə yazdı? Çünki minimumu tapmamışdım, ona görə yazdı. Belə durumlar olanda isə sona saxlayın, o öz yerində. Bacardığınız qədər bəzi məsələlər var ki, o proqramda həmişə -1 verməlidir, ya da false verməlidir. Belə olmasa, əksinə belə yaz. Belə cümlələr varsa, bu məntiqlə. Şərt ödənməsə, əksinə bunu yaz. Elə məsələlər varsa, çalışın o əksinə olan durumları qiymətləndirin, əvvələ gətirin ki, onları kənarlaşdıraq. Onlara uyğun artıq bizdə -1 məsələn istəyir, -1'ləri verək. Amma müəyyən bir dəyişəndən asılıdırsa, bu minimum qiymətdən asılıdır, yoxsa əks halda mən bunu yaza bilməzdim. Onu gözləyirik, minimumu, maksimumu hazırlayırıq, sonra digər şərtimizi, qaydaları pozan şərti bura əlavə edirik. Demək olar ki, bütün məsələləri nəzərə aldıq. Hər hansısa bir xətamız olarsa da düzəldərik, problem yoxdur. Çünki addım-addım getmişik, xəta olsa düzəltmək çətin deyil. Default bizə birinci minimumun qiymətini verəcəkdir. Böyük ehtimal ki, elədir. 2-3. Minimumun qiymətini verək. Sonra arada boşluq buraxaq və maksimumun qiymətini verək. Bu proqramımız TLA-yə məruz qalmadan daha yaxşıdır. Çünki burada hər hansısa bir dövrdən falan deyəcək istifadə eləmədim. Məsələn, dövrlü yeri də var idi. Sadəcə ehtiyac yoxdur əlavə bir məsələyə. Run edək. Gözləyək. Deməli, birinci iştirakçı sayını ötürürəm. Elə burada olan qiymətlərdən ötürəcəm. 5, 3, 4 demişdi. Ötürək 1-1. İştirakçı sayı 5. Paket sayı 3. Hər paketdə resurs sayı 4. 2, 3. Əla. 2, 3 qiymətini verdi. Amma bura baxın indi. Buradakı məsələni də yazım. Bir 6 dənə iştirakçı var. Gəlin qeyd edək aşağıda. -1, -1 qaytarır. 6 dənə iştirakçı var və bir paket var. Yəni ön bərabərdir. A da bərabərdir 5-ə. 5 dənə də resurs var. Buradan böyük neçəyə bərabərdir? 5 vur 5, 5-ə. Belə yazdığımızda qarşılıqlı yaranmasın 5 vur 5. Və 5-ə bərabər. Görürsünüz 5-ə bərabərdir böyükdür. Amma n 6-ya bərabər. Deməli t n-dən kiçikdir. Bizim avtomatik olaraq elə birinci qanunumuz buradakı if-ə proqram daxil olacaq. If-in gövdəsinə proqram daxil olacaq və COT -1, -1 verəcək. Gələn run edib yoxlayaq. 6 iştirakçı, 1 paket, hər paketdə 5 resurs. Və proqramımız bizə -1, -1 qiymətlərini ötürmüş oldu. Bu şəkildə olduqca yaxşı səviyyədə bir proqram təşkil etdik. Sualımızın bütün şərtləri, bütün ehtimalları ödənir. Artıq əminsinizsə bütün ehtimallar ödənir. Proqramı orada yekunlaşdırın. Əlavədən nəsə toxunmağa, dəyişiklik etməyə ehtiyac yoxdur. Çalışırsa, qalsın. Əgər bütün şərtləri ödəyirsə, çalışırsa, qalsın, toxunmayın. Bu bizim birinci sualımızdır. Diqqətlə baxın. Zaten video izahı da sizə göndərəcəm hər dərsdən sonra. O öz yerində, arxa planda ona görə video qeyd gedir. Proqramları da kopyalayıb göndərəcəm. Yenə baxarsınız. Amma indi diqqətlə baxın, görün nə qaranlıq qalıbsa, buyurub suallarınızı deyə bilərsiniz. Mənim bəs bunları submit eləyə biləcəyimiz yer olacaq. İşləmək üçün? Bəli. İşləmək üçün notebook var mı səndə?
Bəli. Baxın, istəyirsə, Visual Studio'da istəyirsə qurun. Sadəcə mən qurmamışam. Hazırda Python-ı qurmuşam üzərində. Biraz xəta verdi Visual. Ona görə çox da vaxtım olmadı baxmağa. Visual Studio'da daxil olub, gözləyin bir dəqiqə, başlasın. Burada istədiyiniz proqramlaşdırma dilini rahatlıqla qura bilərsiniz. İstənilən sayda videolar var. Mən sizə bir dənə hətta video göndərərəm. YouTube'da olan bir videolardan biri. Burada daxil olursunuz kitabxanalar bölümünə. C++'ın görürsünüz ki, C++'ı quraşdırmaq üçün əsas hissə var idi. C++. Məndə biraz qarşı C++. Ona görə məndə belədir. Yəni siz sıfırdan yazsaq o qədər də pis deyil. Əla bir sistemdir Visual Studio. Baxın, burada hətta C++'ı run etmək üçün, onu quraşdırmaq üçün addımlar yazılıb. Biraz uzaqlaşdırım. Necə etməlisiniz, hansı addımları quraşdırmalısınız. Video ilə göndərərəm, elə daha yaxşı baxıb özünüz üçün quraşdıra bilərsiniz. Amma oldu ki, bir problem yarandı, vaxt itirmək istəmirsiniz. Onda nə edərik? İnternetdə, indi hazırda mənim istifadə etdiyim kimi, daxil olub online C++ compiler yazarsınız. Burada baxın, 2 dənə sayt var. Ən yaxşı bu 2 saytdır. Digərlərindən. Kompilyerlər o qədər də yaxşı, effektiv deyil, amma quraşdıra bilməsəz, hər hansı bir xəta olsa, istifadə etmək olar. Yaxşıdır, sadəcə vizual daha əladır. Sonra biri də var idi, onu da bir dəqiqə sürətlə tapım. O RAM-ı falan da verirdi, yaddaş mürəkkəbliyini falan, onlar da qeyd edirdi. Qarşımıza tez çıxsa, budur. İkisinin də sizə linkini göndərəcəm. Burada eyni qaydada proqramı yazırsınız, rahatlıqla run eləyib üzərində işləyə bilərsiniz. Burada run eləyəndə hətta fikir verin. Biz bayaqki proqramımızı kopyalayayım. Bayaqki proqramımızı yazdım bura. Run eləyirəm. İndi özümdən nəsə yazım da. Hər hansısa bir input, output yazım. Dediyi ki, 5 dənə iştirakçı var idi. Lap 6 dənə olsun. Bir dənə paket, hər birində də 5 dənə resurs. Burada run eləyək proqramımızı. Aşağıda bizə memory, yaddaş tutumunu da verir, zamanını da verir, digər məsələlər də yazılır. Ona uyğun da başa düşə bilərsiniz ki, proqramımız nə qədər yaddaş, zaman istifadə elədi. Sonunda da input və output bölümlərini göstərir. Burada da belə yoxlaya bilərsiniz. Eyni qaydada da bu proqramdadır. Linklərini göndərəcəm. Daxil olub rahatla işləyərsiniz. Sualınız varmı buradakı proqrama əlaqəli? Nəyi başa düşmədik? Sualınız olanda mütləq soruşun. Çünki proqramlaşdırma biraz sual sevən bir hissədir. Yoxsa onda davam edək. Deməli, bilirik ki, drop ulduz işarəsi ümumi birdən çox sətri eyni anda dayandırmaq üçün istifadə edilir. Drop ulduzlarımızı əlavə edək və keçək növbəti suala. Görək hansını işləyək. Paylanma tarazlığı tam şəkildə hazırdır. İkinci sualımız var burada. Bu da səhv eləmirəmsə paylanma tarazlığının eyni olmalıdır. Enerji bateriyalarının paylanması. Əgər tam eynidirsə, bunu saxlayacağım. Siz özünüz yazarsınız evdə. Baxın, burada da yenə zaman limiti 0,1 saniyə göstərilib. Yaddaş limiti isə 64 megabayt göstərilir. Bu proqramda da N ədəd cihaz var, M ədəd enerji bloku var və K vahid enerji saxlayır. Və eyni qaydada enerji hər cihaz üçün minimum 1 vahid ötürülməlidir. Sonra bloklar parçalanmır, tam olur, tam qiymət alır və yazdığımız proqrama bir-birinə çox oxşayır, çox bənzəyir. Ümumi miqdarı, enerji miqdarı T bərabərdir M vur K-nın hesablanır, eyni qaydada. Deməli, hər bir enerji blokunu, hər enerji blokunda olan enerjiyə vururuq, biz ümumi enerji miqdarını tapırıq. T bərabərdir M vurulsun K düsturundan. Sonra hər bir cihazın aldığı enerji miqdarı yalnız T böl N qiymətlərindən biri olarsa ona uyğun hesablanır. Və şərtlərimiz var aşağıda. Bir cihazın ala biləcəyi minimum enerji miqdarını və maksimum enerji miqdarını
hesablamalıyıq. Əgər şərtlər pozularsa -1 versin, əksi halda isə bizə yenə eyni qaydada minimum və maksimum enerji miqdarını hesablasın. Bu da çox bənzər sual olduğuna görə ev tapşırığı olaraq göndərəcəm sizə. Baxmayaq ona görə. Keçək 3-cü suala. Şifrəli keçid adında bir sualımız var. Görək bizdən burada nə istəyir. Şifrəli keçid. Maraqlı sualdır. Maraqlı sualdır. Bir dəqiqə, məndə PDF başlasın. Hər dəfə gəlib buradan baxmaq istəmirəm. Sonra. Tamam edir. Deməli, şifrəli keçid sistemi zaman limiti 0,1 saniyədir. Yaddaş limiti isə 64 megabaytdır. Bu proqramda biraz fərqliliyi var. Nələrdir? Bir binada birdən n-ə qədər nömrələnmiş mərtəbələr ardıcıllıqla verilir. Birdən n-ə qədər mərtəbələnmiş binalar var və hər mərtəbədə bir müsbət tam ədəd yazılır. Onda belə baxaq. Deməli, birdən n-ə qədər nömrələnmiş mərtəbələr var. Hər hansısa bir 9 mərtəbəli bir binanı təsəvvürünüzə gətirək. Proqramları yazanda biraz xəyal dünyanızı genişləndirin, gözünüzün qarşısına gətirin. Normal, real həyatda özünüzü orada təsəvvür edin. Sanki o proqramı C++-da ümumiyyətlə yazmamışdan qabaq, proqramı klaviatura gətirməmişdən qabaq birinci beyninizi işlədin. Onu xəyal edin. O mərtəbələrdə gəzirsiniz, burada olanları bir növ senaryo kimi gözünüzün qarşısına gətirin. O formada həm daha rahat yazacaqsınız, həm də səhvləri daha sürətli tutacaqsınız. Sizdən proqramlaşdırmaya həvəsiniz varsa, elə bacarıqlarınızı mütləq təkmilləşdirməlisiniz. O da təbii ki, çoxlu sayda praktikalarla olur. Deməli, birdən n-ə qədər nömrələnmiş mərtəbələr var. Məsələn, 9 mərtəbəli binadır və oradan müxtəlif nömrələrlə əks olunmuş mərtəbələr var. Hər mərtəbədə bir müsbət tam ədəd yazılır. Məsəl üçün, təsəvvürümüzə gətirək, mən birinci mərtəbədən, təbii ki, bir binanın həmişə birinci mərtəbəsindən başlamaq lazımdır. 0-cı mərtəbədən başlamayacağıq. Burada da böyük ehtimal ki, odur. İstifadəsi birinci mərtəbədən başlayır. Əla. Qeyd olunub. Birinci mərtəbədən başlayacaq, yuxarı mərtəbələrə getməliyik. Məsələn, birinci mərtəbədə bizim qarşımıza qapının kənarında 5 nömrəsi çıxıb qarşımıza. İkinci mərtəbədə 10 nömrəsi var. Üçüncü mərtəbədə 7 var. Dördüncü mərtəbədə 77 var və s. Deməli, hər mərtəbədə müxtəlif qiymətlər var. İndi onlara uyğun bəzi qaydalar əks olunur. İstifadəçi birinci mərtəbədən hərəkətə başlayır və aşağıdakı qaydalara əsasən irəliləməlidir. Bunlar hansı qaydalardır? Əgər cari mərtəbədə yazılan ədəd sadə ədəddirsə, istifadəçi bir mərtəbə yuxarı qalxır. Əgər sadə ədəddirsə, bir mərtəbə yuxarı qalxır. Bu bir. Deməli, bir şərtlərimizi qeyd edək. Mərtəbədə sadə ədəddirsə, bərabərdir plus 1. Plus 1 yazıram, hətta M yazım qarşısında. Yəni, bir mərtəbə yuxarı qalx mənasıdır. Qeydlərinizi götürəndə bu kimi sadə qeydlər də özünüz üçün açar olaraq indidən yadınızda saxlayın. İmtahan şəraitində həmişə çox kömək olur qeydlərlə işləmək. Mərtəbədə sadə ədəddirsə, sən bir mərtəbə yuxarı qalx. Əgər cari mərtəbədə yazılan ədəd mürəkkəbdirsə, o zaman istifadəçi 2 mərtəbə yuxarı qalxır. Bu zaman mürəkkəb ədəddirsə, bərabərdir plus 2 mərtəbə. Bu belə. Əgər cari mərtəbədə yazılan ədəd 1-ə bərabərdirsə, onda istifadəçi hərəkət edə bilmir və proses dayanır. Burada belə bir məsələ var. Əgər hansısa mərtəbədə sizin qarşınıza bir qiyməti çıxarsa, deyək ki, mən 4-cü mərtəbədəyəm. Bina 9 mərtəbəlidir. 4-cü mərtəbəyə gəldim. Təbii ki, bu şərtlərə görə gəldim. Birinci mərtəbədə sadədirsə bir mərtəbə yuxarı qalxdım. Sonra həmin mərtəbədə mürəkkəb ədəddirsə 2 mərtəbə yuxarı qalxdım. Elə oldu ki, gəldim 4-cü mərtəbəyə. Və 4-cü mərtəbədə mənim qarşıma bir rəqəmi çıxdı. Artıq bir rəqəmi çıxırsa, mən orada dayanmalıyam və proqramı yekunlaşdırmalıyam. Nə davam edəcəm, nə aşağı getməliyəm, nə yuxarı, artıq oyun dayanır. Məsələ budur. Stop əmri nə zaman verilir?
Yazdığıq hətta bura qırmızı olaraq yazaq ki, gözümüzdən yayınmasın. Stop bərabərdir bir rəqəmi. Bir rəqəmi olanda biz stop rejiminə keçməliyik. İstifadəçi n-ci mərtəbəyə yalnız dəqiq çatmalıdır. Deməli, ortalama olaraq artıq məsələnin şərtini anladıq. 9 mərtəbəli bina var. Biz hər mərtəbəyə elə qiymətlər verməliyik ki, istifadəçi sonda gedib bu n-ci mərtəbəyə, 9-cu mərtəbəyə çatmalıdır. Nə bir rəqəmi görməlidir ki, proqram dayansın. Nə də elə yazmalıyıq ki, birinci mərtəbədən başlayaraq sadə mürəkkəbləri elə götürməliyik ki, ən sonda istifadəçi gedib bu 9-cu mərtəbəyə yekunda çata bilsin. Bu belə. Sonra, əgər hər hansı hərəkət nəticəsində istifadəçi n-ci mərtəbəyə keçərsə, bu hal uyğunsuz hesab olunur. Hərəkət nəticəsində. Hər hansısa bir nəticədə, yəni qaydaları pozmadan keçməlidir. Bu aydın məsələdir. Sonra müəyyən edinci verilmiş qaydalar istifadəçinin n-ci mərtəbəyə çata bilməz. Və nəticədə sonda nə verəcək? Əgər istifadəçi n-ci mərtəbəyə çata bilsə, bir qiyməti verməlidir. Əgər n-ci mərtəbəyə çatmasa, ekranda 0 çapa verilməlidir. Deməli, biz qiymətləri daxil edəcəyik, mərtəbənin sayını, sonra ona uyğun hər mərtəbədə neçə nömrə bizi qarşılamalıdır və proqram hesablayacaq. Biz proqramın sonunda gedib ən yuxarıdakı, ən sonundakı mərtəbəyə çatırıqsa, ekranda 1 çapa olacaq. Yox, əgər ora çatmırıqsa, 0 çapa verilməlidir. Bu proqram artıq digərindən daha mürəkkəbdir. Diqqət eləsək, proqramımız 64-ün 0.1 olmasına baxmayaraq, proqramımız ON yaddaş mürəkkəbliyinə malikdir. ON. Zaman mürəkkəbliyi isə ON vurulsun kökaltı A olaraq qiymətləndirmək olar. Və belə bir proqramı necə yaza bilərik? Necə yaza bilərik? Qeyd eləyə bura, bir dənə də qeydimizi yazaq. N-ci mərtəbəyə çatsa 1 ver, çatmasa 0 ver. Əgər n-ci mərtəbəyə çatsa, yoxsa çatmasa. Hətta buraya yazdım output olaraq bilər ki, outputda nə ekrana verilməlidir. Bir də belə bir məsələ var. Belə bir məsələ var, tələsmədən. Mən qiymətləri nəyə uyğun daxil edəcəm? Birinci sətirdə bir tam ədəd yazılır. İkinci sətirdə n ədəd müsbət tam ədəd yazılır. Bunu deyir bizə. Yəni, birinci sətirdə n tam ədəd yazılır şu an. O nə deməkdir? Yəni, bizdə birinci sətirdə binanın mərtəbələrinin sayı yazılır. Bina neçə mərtəbəlidir? Bunu müəyyən eləmək lazımdır ilkin etapda. Sonra nə qeyd eləyəcək? Nə qeyd eləyəcək? Hər mərtəbədə olacaq ədədi qeyd eləyəcək. Yəni, bayaq dediyimiz kimi, birinci mərtəbədə bizi başqa ədəd qarşılayacaq. 2-də başqa, 3-də başqa, 4-də başqa və hansı mərtəbədə isə orada olan ədədin sadə mürəkkəbliyinə görə biz ya bir mərtəbə yuxarı getməliyik, ya 2 mərtəbə. İkinci sırada n-ə məsələn 8 demişəm. 8 mərtəbənin 8-nə də ədədləri düzəcəm. Məsələn, birinci mərtəbədə 3 olsun, ikinci mərtəbədə 6 olsun. Və proqram buna görə avtomatik hesablayıb cavab verməli. Gəlin bunu yazım. Maraqlı proqramdır. Necə eləyə bilərik? Burada birbaşa istəyərdim kopyalayım, hashtag include tərəfi götüreyim. Nədənsə həmişə xəta verir. Biraz mötədə sağa sola gedir. Ona görə yenidən yazacağım. Hashtag include iStream. Biraz yerimizi açaq. Və bu proqramda tələsmədən bir dənə active namespace də əlavə edeyim. Nələr istifadə edəcək? Adi elə bunlarla gedə bilmərik. Bizə kitabxana lazımdır. Hətta, gəlin belə eləyək uşaqlar. Bu proqram bizə sadə və mürəkkəb ədədləri hesablayırdı, düzdürmü? Sadə və mürəkkəb ədədləri hesablamaq üçün yaxşı olar ki, alt proqramdan istifadə edin. İndi izah edəcəm sizə. Int main, bura bir dənə int main əlavə edeyim aşağıya. Ən sonunda proqram return 0 versin, yəni tamamlasın. Proqramımızda bir dənə belə bir məqam var. Proqramda sonsuz dövr yoxdur, bu öz yerində. Çünki proqram bizə elə bir vəziyyət verir ki, sonsuz dövr heç vaxt yaranmır. Özünüz də diqqətlə düşünün.
Sonsuz dövr yaranmayacaq. Ya irəliyə bir addım gedəcəksiniz, ya 2 addım. Ya bir addım növbəti mərtəbəyə gedirsiniz, ya 2 dənə növbəti mərtəbəyə gedirsiniz. Və yaxud dayanırsınız. Burada sonsuzluq yoxdur axı. Sonsuzluq o zaman olar ki, sizdə bir əmr də verər, geriyə gedərsiniz. 1 mərtəbə geriyə düş, 2 mərtəbə geriyə düş. Elə ədədlər olar ki, elə 2 dənə mərtəbə arasında get-gəl olar. Məsələn, 3-dən 4-ə get, 4-dən 3-ə get, 3-dən 4-ə, 4-dən 3-ə. Belə bir vəziyyət yaransaydı, bu sonsuzluq idi. Burada yoxdur sonsuzluq. Sonra bu proqramda hər hansısa başqa yoxlamaya falan da ehtiyac olmayacaq. Yaxşı olar ki, məlumatları yadda saxlamaq üçün biz vektordan istifadə edək. Niyə vektordan istifadə edirəm? Gəlin izah edək. Çünki nəticədə siz neçənci mərtəbədəsiz? Hazırda həmin mərtəbədə olan ədəd nədir? Ona uyğun neçə mərtəbə getməlisiniz, gəlməlisiniz. Bunları hesablamaq üçün, bunları yadda saxlamaq üçün biz vektor qoysaq çox əla olur. Vektor qoymasaq biraz çox uzun gedəcək. Və ümumiyyətlə vektor qoymasaq başqa təsəvvür eləmirəm necə gedər. Gedərək, yəni o qədər də effektiv olmaz. Yəni biraz üzərində çox fikirləşəsən və effektiv olmaz. Yaxşı olar ki, biz bura vektoru əlavə edirik. Kitabxanaları həmişə çağırın da #include və bəzi mötərizəmizin içərisində, böyük kiçik işarələrimizin içərisində vektoru əlavə edək. İndi fikir verin. Bəlkə də burası sizə maraqlıdır. Int main qeyd eləmişəm, bu arada boşluq buraxmışam. Bunu niyə qoydum? Çünki burada funksiya və proqram hissəsi olaraq iki yerə ayrılır. Pythonda işləmişsinizsə, Pythonda bilirsiniz, C++-da da eyni qayda. Pythonda belə idi. Def yazılırdı müəyyən bir qismə. Məsələn, bura bir dənə lokal dəyişən ötürdük. Deyək, sadədirmi? Sonra ona uyğun bir dəyişən yazırdıq. 2 nöqtə. Bu olur defin gövdəsi. İndi işarəliyəm kvadratda. Aşağıda deflə eyni paralel mövqedə. Belə bir xətt çəkək. Deflə eyni paralel mövqedə isə proqram yazıldı. Bunun printi falan təsməkan. Sonra sadədirə qiyməti elə eləyirdik ki, həmin proqramda olan qiymət gəlib ötürürdü def funksiyasını. C++-da isə burada fərq olacaq, amma yenə də eyni məntiqdir. Çox da bir dəyişiklik yoxdur. C++-da proqram həmişə int main-in gövdəsində yazılır. Int main-in içərisində yazdığınız proqramdır. Funksiya kimi məsələlər int main-lə xaricdə qeyd olunmalıdır. Funksiyamız məntiqi tiplə olacaq. C++-da bizim tiplərimiz vardı. Char, bool, integer, float, double, string bunlar idi. Məntiqi tipimiz var bool tipi. Bula belə bir yazı yaza bilərsiniz. Ədəd sadədirmi? Sadədirmi? Nə ürəyiniz istəyir? Yazaram sadədirmi? Alt xətt mi? Bunu özüm elə yazdım. Çünki yaxşı olar ki, altdan xətt hər hansısa bir hissəsinə qoyasınız, yazasınız. Belə həm gözə daha yaxşı görsənir. Bilirsiniz ki, bu nəsə fərqlidir. Fərqli olanda anında anlayacaqsınız ki, həm bu funksiyaya aiddir. Çox da belə iç-içə yazmayın. Çünki digər dəyişənləri ilə iç-içə yazırsınız. Bunu biraz fərqləndirin. Müxtəlif işarə qoyun ki, sonra qarşılıqlı yaranmaz. İndi siz həmişə nəyi ötürəcəksiniz funksiyaya? Verilən mərtəbədəki ədəd sadədir yoxsa mürəkkəb? Çünki hər mərtəbədə bir ədəd yazılacaq. Birində 5, birində 50, birində 70 və s. Və həmin ədədin sadə yoxsa mürəkkəb olduğunu tapmaq lazımdır. Bunu belə deyək, alt proqramın funksiya və proqram hissəsini bir növ çay kimi düşünə bilərsiniz. Mərkəzdə bir dənə çay olsun. Bu olsun bir dənə belə çay. Çayın bir tərəfində bir şəxs dayanıb. İndi adam şəkili çox çəkmirsəm də belə bir xətt qoyuram. Bu olsun birinci şəxsimiz. Bu da olsun digər şəxs. İndi özünüz düşünün. Qaydamız belədir. Alt proqramda belə bir qayda kimi yadda saxlaya bilərsiniz. Birinci şəxsin əlində 3 dənə kitab var. 3 dənə kitab varsa, qayda budur. Hər şəxs, çayın digər tərəfində olan hər şəxs sadəcə bir dənə əşyanı götürə bilir, bir dənə kitabı götürə bilir. Əgər siz çayın bu tərəfində, çayın sol tərəfi olsun proqram, çayın sağ tərəfi olsun funksiya. Hər şəxs sadəcə bir dənə əşya götürə bilirsə, 3 dənə kitab üçün bizə onda çayın digər tərəfində, funksiya tərəfdə 3 dənə dəyişən lazımdır, 3 dənə insan lazımdır. Baxın, buna görə biz
dəyişənlərin sayını funksiyada belə təyin edirik. Belə yadınızda saxlaya bilərsiniz. Yox, əgər mənim də bir dənə kitab varsa, onda mənə elə bir dənə şəxs bəsdir də, kifayət eləyir. Elə bir şəxs o kitabı ötürəm, keçirək çayın digər tərəfinə. Sonra məsələn o kitabın üzərində işləyər, nəticəyə gələr. Sonra return eləyək, mənə təzədən o kitabı qaytarır. Gördünüzmü? Orada olan return funksiyası da budur. Mən çayın sol tərəfində 3 dənə kitabım var məsələn. Onları ötürürəm 3 dənə şəxsə, yəni funksiyada 3 dənə dəyişənlə. O bunların üzərində işləyir, nəyə görəsə işləyir. İşləyir məsəl üçün nəticəyə gəlir. Sonra return funksiyası ilə bizim funksiyada işlətdiyimiz return funksiyası var. Funksiyadan proqrama qiyməti qaytarır. Həmin return-i işlədərək yekunda 3 kitabı, 3-ünü də yenə təhvil verir hara? Proqramda harda almışdısa ora. Yəni burada dayanıb mən təhvil almışdım, təhvil vermişdim, burada da yenə təhvil alıram. Bunu belə tip məntiqlə yadda saxlasaz, heç vaxt sizin alt proqramda probleminiz olmayacaq. İndi mən bir dənə ədəd verəcəm. Hər dəfə hər mərtəbədə olan ədədi yoxlayacaq. Yəni mən bir dənə kitabım var, çayın bir tərəfindən digər tərəfinə keçirirəm. Onda mənə bir dənə dəyişən kifayət eləyir. Dəyişən də tam qiymət olmalıdır. Çünki ədədin sadə mürəkkəbliyini yoxlayanda heç vaxt həqiqi ədəd götürməyəcəksiniz axı. Sizə nə lazımdır? 5,6 sadədir, yoxsa mürəkkəb? Sizə lazımdır 10-u tapasınız, 12-ni tapasınız, 7-ni tapasınız, tam qiyməti tapasınız. Ona görə integer tipində bir dəyişən yarada bilərsiniz. İstəyirsiniz x, a, b ya da ədəd, ürəyiniz nə istəyir adlandıra bilərsiniz. Dəyişən, adı üstündə dəyişilə bilən deməkdir. Onun heç bir problemi yoxdur. İndi aşağıda belə bir yazı yazaq. Biz nəyə görə axtarırıq bu funksiyanı? Ədədin sadə olmasını axtarırıq. Əgər ədəd sadədirsə, mənə true qaytarsın funksiyaya. Funksiyadan proqrama true qaytarsın. Yox, ədəd mürəkkəbdirsə, false qaytarsın. Sadə mürəkkəbi tapmağın çox rahat bir yolu var. Sizə 2 dənə ölümsüz yolu öyrədəcəm. Yəni onları sadə mürəkkəb olan bütün proqramlara ağıllıca, yəni necə oldu deyil, ağıllıca tətbiq eləsəz, siz o proqramın demək olar ki 40%-ni hazır etdiniz. Necə bir yoldur? Birinci növbədə hansı ədədlər nə sadədir, nə mürəkkəbdir? 0 və 1, düzdürmü? Onları biz nə sadə sayırıq, nə mürəkkəb. Və ilk olaraq biz bayaq nə demişdik ilk proqramımızı yazanda əvvəlki? Belə tip şərtləri olanda, qayda pozan şərtlər, bunları başa yazaq. Əvvələ yazaq. Əgər deyək ki, ədədimiz 0 və 1-dirsə, bunu qısaldıb belə də eləyə bilərik. Ədəd kiçikdirsə 2-dən, onda mənə nə qaytar? Sadə mürəkkəb, nə sadədir, nə mürəkkəbdir, onda mənə false qaytarmalıdır. Sadə də deyil. Yazaram ki, return onda mənə qaytar false. Bu belə. Nöqtə virgül. İndi aşağıda ehtiyac yoxdur, yenə siz bura gedib if else şərti yazasınız. If-dən sonra həmişə else yazılmalıdır deyə bir şərt yoxdur. Kimsə sizə elə bir söz desə, heç vaxt inanmayın. If-dən sonra mütləq else yazılmalı deyil. Ürəyiniz istəyir yazarsınız, ürəyiniz istəyir yox. Burada olan returnu da bir növ qumbara kimi fikirləşin. Əlinizdə bir qumbara var. Onu bir dəfə ipin çəkdiniz, atdınız, o partlayır. Gələn dəfə o qumbaranı əldə eləmirsiniz axı, artıq partlatdınız o qumbaranı, məhv oldu. Bu da belədir. Return funksiyası ya burada olacaq, ya aşağıda olacaq. Belə düşünməyin ha. Mən if-i verdim, mütləq bura else yazın. Çünki bu return false eləyəndən sonra gedib aşağıdakı return də edəcək. Yox, elə bir məsələ yoxdur. Ona görə qorxur da tez gedib else yazmayın ki, else yazın. Bəlkə əksi halda olmasın da, yəni. Else yazmasam, çünki belə görsənirdi else yazmayanda. Else yazmayanda birbaşa orada olan return də verəcək. Orada da daxil olacaq. Elə bir məsələ yoxdur. Bu return qumbara kimidir. Bu artıq burada partladısa, return false qaytarırsa, gedib aşağını falan yoxlamayacaq. Orada 50 dənə return olsun, baxmayacaq. Hər return bir dəfə icra olunur. Ümumiyyətlə funksiyada return belə desək bir dəfə icra olunur. Bunu yadınızdan çıxarmayın. Ona görə burada else ehtiyac yoxdur və indi dediyim sadə və mürəkkəb qaydası nədir? Ədədin sadə olması nə deməkdir? İkirdən olması. Bəli. Deməli, özündən və başqasından
özündən və birdən başqa böləni olmasın. Biz onda belə bir məsələ yaza bilərik. Bu ədədin özündən və başqasından, başqa bir qiymətdən olsun, məsələn 2-dən 3, 4 hər hansısa bir qiymət böləni olarsa, bu artıq mürəkkəbdir. Onda mənim üçün return false etsin. False etsin. Çünki mürəkkəb olanda false yazsın. Çünki mən proqram funksiyamı belə kodlaşdırdım. Sadə olanı tapsın. Beynimdə elə xəyal etdim. Yenə bunu çevirib fərqli formaya gətirə bilərəm. O öz yerində. Amma sadə 20 qoymuşam adını. Yəni sadədir, sadə deyil. Sadədirsə true, sadə deyilsə false versin. Və belə bir dövr qura bilərəm. Forun içərisində integer i bərabərdir 2 yazaram. Özünüz düşünün. Ədəd 2-dən başlamalıdır birinci növbədə bölənlərini axtaranda. Çünki niyə 2-dən başladıram? 0 və 1 nə sadədir, nə mürəkkəb. Bunlar kənarlaşdı. 2-dən başlasın. Həmin ədədi belə eləyək. Bunu əslində fərqli formalarla yazmaq olar. Bir çox forma ilə yazmaq olar. Əgər for integer i bərabərdir 2 yazsaz, onda i vurulsun i2 bərabərdir ədəd yazarsınız. Yaxud həmin ədəd neçədirsə, fərqi yoxdur. İndi ədəddir də özü. Ədəd demişəm. Ədəd plus 1 edərik. Plus 1-ə qədər get və i-nin qiymətin 1 vaid artır. Yəni i plus plus ilə. Belə bir yazdı yaza bilərəm. Görürsünüz, ədəd plus 1-ə qədər get. Yaxud 2-dən başda kök altında ədəd plus 1-ə qədər get. i plus plus ilə. Belə də yaza bilərik. Yaxud 2-dən başda i-ni vur i-yə, yəni i-nin kvadratına qədər get. Bir dəqiqə yazdım. I-nin kvadratına qədər get. Və i plus plus ilə. Ürəyiniz necə istəyir? Ədədin bölənin olub olmadığını bu yollarla aşağılaya bilərsiniz. Sizə 3 dənə forma öyrətdim. İndi birini özüm yazıram. Avtomatik cihəllərində ona uyğun özünüz qura bilərsiniz gələn proqramlarda. Deməli, for dövrü belə yazdırdı. For mötərizə qeyd edirik integer, bir dənə i dəyişəni götürürük. i 2-dən başlayacaq. Çünki bizə digəri lazım deyil. 0, 1 lazım deyil. Və deyərik ki, 3-cü forma götürdüm. i vurulsun i-yə. i-ni həmişə i-yə vur, yəni i-ni kvadrata yüksək mənasına gəlir. Və bu qiymət nə qədərsə kiçik bərabərdir ədəddən, təbii ki, ədədin özünü keçməməlidir, şərt. Sənin bölənin heç vaxt ədədin özündən böyük deyil. Məsələn, onun böləni 2-dir, 5-dir, bir də onun özüdür. Mən deyə bilmərəm ki, 20 onun bölənidir. Yox. Əslində 10 20-nin bölənidir. Yəni bu 20 ondan böyük olmamalıdır. Əgər onun böləni olsaydı. Böyükdürsə artıq bunun böləni deyil. Bunun üçün deyirik ki, kiçik bərabərdirmi? Sona qədər yoxdur. Kiçik bərabərdirmi ədəddən? O zaman i plus plus ilə. Digər şərtləri də buna uyğun özünüz tənzimləyə bilərsiniz. İstəyirsiniz, screenshot da götürə bilərsiniz burada. SSL-in 3 forma var. Ədəd plus 1, kök altında ədəd plus 1, bir də i-nin kvadratına qədər. Və burada düşək dövrün gövdəsinə. Dövrün gövdəsində bir dəqiqə zəhmət olmasa. Aha, davam edək. Deməli, dövrün gövdəsində nə qeyd edeyim? If şərti qoyaq. Ədədin böləninin olub olmadığını necə tapmaq olar? Həmin ədədin özü i-yə bölünürsə, deməli, həmin i ədədi, yəni i-nin özü bunun bölənidir. Çünki onun bölənləri nədir? 2, 5-dir. Görürsünüz, 5 i-dir məsəl üçün. 15-ə bölünür də düzdür. Yaxud 12-yə bölünür də bölünür. Bölünürsə onda return bizə false qaytarır. Görürsünüzmü? Bu məsələ var. Belə bir şərt qoyaraq, əgər ədədimiz faizli bölgüyə qalığı tapanda, Pythonda da belədir, C++-da da belədir bu. i-yə böləndə bərabər 0-a. Bu zaman yazarıq ki, return qaytar false. Yəni, bu ədəd nəymiş? Mürəkkəb imiş. Çünki mürəkkəbdir ki, bunun özündən və birdən başqa böləni də var. Və istəsək, burada məntiqli deyib, break eləyə bilərik. Niyə break eləyərəm? Yəni, sizə başa salım. Çünki, məsəl üçün, 2-ni tapdı. 2 bunun bölənidir. Yaxud 3 bunun bölənidir. Gidib digər bölənləri axtarmasın da, proqram uzanmasın. Elə bir dənə bölən tapan kimi bilsin ki, artıq heç alınmır. Return false versin və break eləsin, dövr orada dayansın. Bu şəkildə.
Bununla biz müəyyən edə bilərik ki, ədəd sadədir, mürəkkəbdir. Daha doğrusu mürəkkəb olub-olmadığını tapa bilərik. Amma əgər if şərti yerinə yetirilməsə, return false verməsə və forun içərisindəki fora zaten düşəcək. Əgər buradakı ədəd 2-dən kiçik olmasa fora düşəcək. Burada əgər ədədin hər hansısa bir böləni olmasa, yenə false olmasa, yekunda bunu sadə olaraq verməlidir. Sadəni də harada yazaram? Baxın burada. Forda ifə düşməsəm, return icra olunmasa heç bir yerdə, onda mənə return qaytarsın nə? True. Yəni, bu nəymiş? Sadə imiş. Bu formada ədədin sadədir, yoxsa sadə deyil anlayışını biz funksiyada proqramlaşdırdıq. Bura hazırdır. İndi rahatlıqla keçə bilərik hara? Proqram hissəsinə. Int main-də bayaq ki iOS 2.with stdio lokal listədən oxudu bizim üçün. False nöqtə bir cür syntype deməli null PER. Oradan nöqtə virgül əlavə elə sinsiyyatlar sürətli şəkildə işləsin. İndi belə edək. Bizim proqramımızda nə var idi? Biz n ədəd yazmalıyıq. Baxın, diqqətlə baxın. N ədəd yazmalıyım. Yəni n nə olacaq? Mərtəbələrin sayı. Bina neçə mərtəbəlidir? İlk olaraq bunu əlavə eləməliyəm. Və integer tipindedir. Integer n deyəcəm. Sonra bu n-i ifadəci tərəfindən sinlə terminal pəncərəsində ötürəcəm. Və burada başlasın vektorun işi. Bizə nəyi saymalıdır? Bir dənə test plan xətti çəkək sürətlə. Heç vaxt itirmədən. Artıq beynimizdə hər şey hazırdır. N daxil edəcək mərtəbələrin sayı. Sonra cari mərtəbəni bilməliyik. Görək biz neçənci mərtəbədəyik? Birinci mərtəbədəyik, ikinci mərtəbədəyik və cari mərtəbədəki nəyi verməlidir? Mərtəbədəki ədədi versin bu formada. Deməli, cari mərtəbəni verməlidir, cari mərtəbədəki ədədi verməlidir. Görək, cari mərtəbədəki ədəd nədir? Bir də cari mərtəbə neçənci mərtəbədəyik? Bunları bilməliyik. Və buna görə də bizim artıq vektor kitabxanamız iş prosesinə başlaya bilər. Vektor bunları yadda saxlayacaq və bizim üçün daha sürətli olmasına kömək edəcək. Vektor belə yazılır. Vektor böyük kiçik işarələri arasına əsasən vektorda həmin qiyməti hansı tipdə saxlayacağım onu qeyd edirəm. Burada təbii ki string də yaza bilərdik, bool da yaza bilərdik. Bu proqram üçün deyil ha, ümumi deyirəm. Yəni istənilən tip yaza bilərsiniz. Bool yazarsınız, char yazarsınız. Həmin vektorda char yox, char yazmayın. Char yazmayın. Char çünki əsasən bir qiymət saxlayır. Bool yazın və yaxud string yazın. İndi biz burada tam ədədlər saxlayacağıq. Çünki hər mərtəbədəki ədəd sadədir yoxsa mürəkkəbdir. O tamdır. Bir də mərtəbələrin sayı. Neçənci mərtəbədəyik? 3-cü, 4-cü, 5-ci. Bunların hamısı tam qiymətdir. Buna görə vektorun içərisindəki dəyərlər də integer olmalıdır. Sonra yaxşı olaraq elə adı mərtəbə qoyun. Mərtəbə və dövr nə vaxt, vektor nə vaxta qədər geçsin? n+1-ə qədər geçsin. Nəticədə tam şəkildə irəliləsin. Bu mənaya gəlsin. Və növbəti addım. Növbəti addım for dövrünün içərisində biz indi hər mərtəbəyə müəyyən bir ədəd verməliyik. Məsələn, birinci mərtəbəyə özündən qiymət verir. İkinci mərtəbəyə qiymət, üçüncü mərtəbəyə qiymət. Sonra həmin o qiymətlərə baxacaq. Sadədir, mürəkkəbdir. Bunun üçün for dövrü ilə gəlin hər bir mərtəbənin indeksinə element ötürək sin funksiyasının köməyi ilə. Bu zaman for dövründə belə edərəm. Integer i bərabərdirsə, sıfırdan yox, birdən başlar. Çünki birinci mərtəbə hissəsindən başlayırıq. Və i kiçik bərabərdirsə, n saydadır da binanın ölçüsü n saydadır. N saylı binadır. N mərtəbəli binadır daha doğrusu. N mərtəbəli. Hər mərtəbəyə qiymət verəcək deyə i kiçik bərabərdirsə n-dən dövr davam eləsin və i++ hər bir dövrdə. Aşağı düşsün. Deyək ki, sin bu zaman mərtəbəyə ötür i indeksindəki qiyməti. Məsələn, 0-cı indeksə mən verirəm 4.
0-cı indeksə 4 verəndə bu deməkdir ki, 0-cı indeks olmayacaq, elə 1 demişəm daha doğrusu. 1 deyəndə həm birinci indeks kimi gedəcək, həm mərtəbə kimi. Təbii ki, istəsəz 0 da yaza bilərsiniz. Onda 0 yazsam, kiçik bərabərdir yazmayım. Çünki 9 mərtəbə yazsam, 10 dənə mərtəbə istəyəcək məndən. Kiçik yazarım. Amma yaxşı olar ki, 1 yazın. Niyə 1 yazıram? Çünki mərtəbə 1-ci mərtəbədən başlayır. Olsun da, indeks normalda 0-dan başlayır öz yerində. Amma yenə istəsək 1-dən də başlaya bilər. Mərtəbə ilə elə bir ki, düz mütənasib aparır. Bu mənada. Və kiçik bərabərsə n-dən i-nin qiymətin 1-1 artır və sona qədər də burada əməliyyatı hər bir mərtəbəyə ədəd mənimsət. İndi keçid edək nəyə? Buradakı vektor işini həll elədik. Sonra cari mərtəbə məsələsi var. Biz neçənci mərtəbədəyik? Bunu müəyyən etməliyik. Bir daha fikirləşək. İstifadəçi neçənci mərtəbədən başlayırdı? Birinci mərtəbədən. Necə ki, burada da qeyd olunur. Birinci mərtəbədən başlayıb və aşağıdakı qaydalara görə. Yaza bilərik ki, integer tipində, yenə cari mərtəbə integer tipində. Cari alt xətt mərtəbə bərabərdir 1.1. Və burada for dövrü quraq, yoxsa while dövrü quraq. İndi baxaq ki, biz cari mərtəbəlimiz n-ə yaxınlaşıb, yoxsa yox. Niyə elə yazacağım? Siz məsəl üçün cari mərtəbəniz 5-dir. Siz hazırda 5-ci mərtəbədəsiniz. Hələ qarşınızda 1 çıxmayıb, 1 olmayıb. Əgər 1 olarsa, onu dövrün içərisində yazacağım. 1 olarsa, hər hansısa bir mərtəbədə. Orada proqram nə eləməli idi? 1-ə bərabərsə istifadəsinin hərəkəti dayansın. Necə ki, biz yuxarıda onları qeyd eləmişdik. 1 olarsa istifadəsi orada təbii ki, dayanacaq. Bu öz yerində. Bunları müəyyən etmişdik. Amma istifadəsi cari mərtəbə 5-dədirsə, binamız 9 mərtəbəlidirsə, deməli sən hələ 9-a çatmamısansa davam edə bilərsən də. İndi bəzi məsələlər var, o olmasa, məsələn, dediyimiz kimi, hər hansı mərtəbədə 1 olmasa falan, biz dayanmayacaq. Həmişə hərəkətdəyik. Onda yaxşı olar ki, while dövründən istifadə edək. For while dövrləri arasında belə bir fərq var, məntiqi fərq var. Əgər hərəkət zamanı biz konkret addımların sayını bilmiriksə, nə qədər davam edəcək? Onda while dövründən istifadə edirəm. İngiliscə mənasına fikir verin. While, nə qədər ki, hələ sənin yerin var, davam elə. For dövrü isə əsasən konkret olaraq biz bilirik ki, bu qədər sonra, məsələn 10-15 dəfə sonra proqram dayanacaq. Belə tip mülahizələr biliriksə, for dövrü çox istifadə olunur. While isə konkret bilmirik. Ola bilər, proqramdan asılıdır. Bəlkə istifadəçi 4-cü mərtəbədəsi proqram elə bir gedişat göstərə bilər ki, 5 dəfə dövr davam edir, sonra istifadəçi gedib n-ci mərtəbəyə çatar. Və yaxud elə bir gedişat göstərər ki, 3 dəfə davam edir o dövr, istifadəçi gedib n-ci mərtəbəyə çatar. Elə vəziyyətlər də var. Hələ biz aşağı düşmürük. Aşağı düşsək, burada məsələ biraz da fərqli olar. Biz ancaq yuxarı qalxırıq, biraz biri varsa dayanırıq. Ona görə yazacağıq. Nə qədər ki, bizim cari mərtəbəmiz hələ kiçikdirsə n-dən, dövrü davam edər. Nə qədər ki. Bədəli mötədə düşək dövrün gövdəsinə. İndi belə yazaq uşaqlar. Qeyd edək ki, bizim hazırda ədədimiz, yəni bir də ədədimizi qeyd eləməliyik. Cari mərtəbədə olan ədədimizi bilməliyik ki, neçədir? Ədədlərimizi hara ötürmüşük? Görürsünüz, sinlə ötürmüşük. Ötürmüşəm hara? Mərtəbəyə. Mərtəbəyə vermişəm qiymətləri. Mərtəbənin i indeksinə. Mərtəbənin i indeksində olan, yəni 0-cı, 1-ci, bunları təbii ki, 1-2 olaraq qiymətləndirdim bu indeksləri. Həmin mərtəbədə olan qiyməti ədəd adlı bir dəyişənə ötürək və elə hesablayaq. Yazaq ki, integer ədəd bərabərdir mərtəbənin, indi fikir verin, modul mötərizə yazıram, niyə? Mərtəbə çünki nədir? Vektordur. Yəni, mənim ötürdüyüm buradakı qiymətlər əslində vektorda saxlanılır. Vektor da nədir? Yaddaşdır. Orada qeyd olunur. Və vektorda olan bu qiymətlər cari mərtəbə ilə uyğunlaşırsa, bu öz yerində, bir an bunu düz yazım. Cari mərtəbə, hərif sərf etməsin. Və sizin hazırda neçə daxil eləmişsiniz? Məsələn, birinci mərtəbəyə mən 4 daxil eləmişəm. 4-ün qiymətini vektordan alacaq.
çağıracaq ədədə. Beləliklə ədədimiz hazırda mən birinci mərtəbədəyim. Birinci mərtəbədə 4 olduğunu biləcəm. Ədədin biləcəm ki 4-dür. Çünki vektordan bunu hər hansı bir dəyişənə ötürmədən birbaşa aparmağım çətindir. Ötürüm elə bir dənə dəyişənə və sonra bunun üzərində işləyim. İndi qayıdaq yenə birinci proqramda dediyim məsələ. Əgər sizdə müxtəlif şərtlər varsa, o şərtləri çalışın əvvəlcədən öldürün. Nə vaxt siz 1 olarsanız, hər hansısa bir mərtəbədə 1 yazılarsa, proqram orada dayansın. Yəni, orada proses dayansın. Deməli, mərtəbələrdə olan ədədləri ədəd adlı dəyişənə ötürmüşəm. Ədəd adlı dəyişənə ötürmüşəm. Düzdürmü? Bunu qarışdırmayın, ha. Burada düzünə baxsa, ədəd yazmışam. Baxın, fikir verin funksiyaya. Amma buradakı ədədlə, buradakı ədəd bir-birinə problem yaratmayacaq. Niyə? Çünki biri lokaldır, bir qlobal dəyişəndir. Lokal, qlobal dəyişənlər budur. Funksiyada bu artıq lokaldır. Harada lokaldır? Funksiyanın içərisində lokaldır. Amma bunu biz çağırıb gətirsək bura, bunun üçün qlobaldır. Xarici vətəndaş kimi düşünün də. Azərbaycan vətəndaşı Azərbaycanda lokaldır. Azərbaycan vətəndaşdır. Amma xaricdən gələn isə bizim üçün qlobaldır. Yəni, xaricdən gəlir. Bizim millət deyil. Bu formada düşünə bilərsiniz. Lokal, qlobal dəyişənlər qarışdırmayın. Çünki C++-da qarşılan bir mövzudur. Burada bəzi elə momentlər də yazıla bilir ki, situasiyalar yarana bilir ki, dəyişənləri səhv verəndə ki, orada problem yarada bilərsiniz. Burada indi problem yoxdur. Eyni adı qoya bilərəm. Integer ədəd. Bu ədəd isə hər bir cari mərtəbədə olan ədədi özündə saxlayacaq. Yəni, uşaqlar, növbəti haqqımız nədir? Növbəti haqqımız nədir? Dedik ki, cari mərtəbədə olan qiymət 1-ə bərabərdirsə, proqram orada dayansın. Deyəcəm ki, əgər ədəd harada bərabərdirsə 1-ə, orada proqram dayansın. Desin onda Cout. Cout nə versin? Proqram ümumiyyətlə dayanırsa 0 versin də. Yəni, əks halda mən gedib n-ci mərtəbəyə çata bilirəmsə 1 verəcək, çata bilməsən 0 verəcək. Yarımçıqcamsa, yarımçıq gedib çatmışamsa, onda nə olacaq? Proqram dayanmalıdır. Yarımçıqdır da, müəyyən bir qiymət aldı. Proqram orada dayanıbsa, Cout verəcək 0. Əməliyyatı tam yerinə yetirməmişəm mənasında. Və orada da proqramı dayandırır. Return 0 edək. Bu öz yerində. Nöqtə vergüllərimizi də qoyaq. Başqa nöqtə vergül gözümüzdən qaçmayıb, yox. Bura belə. Bu birinci şərtimiz. İndi keçid edək nəyə? Əgər ədədimiz 1 deyilsə, onda rahatlıqla mən onun sadə və mürəkkəb olduğunu axtarmalıyım. Görüm, sadədirsə 1 addım yuxarı gedim. Mürəkkəbdirsə, onda cari mərtəbəni 2 addım edim. Cari mərtəbə plus bərabərdir 1, cari mərtəbə plus bərabərdir 2. Və ədədimi hara ötürməliyəm? Funksiyaya. Funksiyanın adı nədir? Sadədirmi? Bunu kopyalayayım adını. Funksiyaya belə ötürdük. Burada bir if şərti yarada bilərəm. Əgər sadə20. İndi fikir verin diqqətlə. Ədəd yazıram. İndi bu ədədləri qarışdırmayın. İkisini də eyni ad qoydum. Ola bilsin ki, burada gedib x yazarsınız. Onda burada ədəd yerinə hamısı x yazmalısınız. Burada. Bu öz yerində. Buradakı ədədimizi sadə-dirmi nədir? Funksiya. Avtomatik ötürəcək hara? Funksiyaya. Təsəvvür edin ki, siz ikinci mərtəbədəsiz. İkinci mərtəbədəki ədəd 4-dür. 4-ü ötürəcək funksiyaya. Sonra gedib baxacaq ki, bu 4 sadədir, mürəkkəbdir və yaxud dediyimiz məsələ. Sadədirsə true qaytarmalıdır, return true. Mürəkkəbdirsə deməli bir böləni var, false qaytaracaq. Əgər false qaytarsa, if-də əgər bool tipində olan dəyişən false qaytarsa, onda if şərti yerinə yetirilmir. Bu gövdəyə düşmür. Amma bura true qaytarsa, nə vaxt bura true qaytarsa, onda if şərtindəki əməliyyat yerinə yetiriləcək. Gövdəyə müraciət edəcək. Onu unutmayaq. Və müraciət gedirsə, yəni bu o deməkdir ki, sadə-dirmi true'dur. Sadə-dirmi true olsa, onda nə olacaq uşaqlar? Cari mərtəbə nə qədər artmalıdır? Bir vaid. Plus eləyə bilərik o üzərində. Amma bir vaid yazaq. Bu şəkildə. Amma əksi halda isə else mənə nə qaytaracaq? True olmasa false'dur. False'dursa o mərtəbə nə idi? Mürəkkəb idi, düzdürmü? Və düzmü yazırıq? Mürəkkəbdirsə, sadədirsə 1 mərtəbə, hə, mürəkkəbdirsə 2 mərtəbə. Yadımda doğru qalır. Əksi halda isə bura true qaytarmayacaq.
funksiyadan. Onda bizə false qaytaracaq. False olanda cari mərtəbə plus bərabər 2 olur. Yəni bu mürəkkəbdir. Bu belə. Bunu da müəyyənləşdirdik. Hələ tələsirikmi? Yox. Tələsmirik. Bizim bəlkə başqa bir dənə şərtimiz qalıb kənarda. Başqa şərtimiz nədir? Görək, bizim cari mərtəbəmiz hələ uşaqlar. Cari mərtəbəmiz təsəvvür etdiyimiz binanı keçmişik yoxsa yox? Təsəvvür edin ki, sizin binanız 9 mərtəbəlidir. Proqram hesablayıb siz gedib çıxmışsınız 11-ci mərtəbəyə. Bu düzgün deyil axı. 9-cu mərtəbəli binada mən necə 11-ci mərtəbədə gedib çatmalıyam? Bu mümkün deyil. Reallıqdan qeyri-kənardır. Ona görə belə bir dənə şərt də qoyaq. Çünki bu proqram dayanmayacaq, gedəcək sona qədər. Onda belə bir dənə şərt də qoyaq. Yenə while dövrünün içərisində yazacaq. Nə qədər ki, cari mərtəbə n-dən kiçikdir. Əgər cari mərtəbə böyük olarsa n-dən mərtəbələrin sayından, onda proqram burada da Cout 0 versin. Çünki əməliyyat uğursuzdur. Siz gedib keçmişsiniz oranı. N-in özünə çatmamışsınız. N-i keçmişsiniz. Yenə əməliyyat 0-dır. Return burada 0 versin. Bu formada proqramı burada yekunlaşdıra bilərik. Belə vəziyyətdə də yekunlaşdırmaq olar. While-la demək olar ki, işimiz bitdi. While-la işimiz bitdi. İndi sonda while-dan bitəndən sonra ola bilər ki, biz gedib sonda n-in qiymətini alaq və yaxud başqa bir qiymət alaq, fərqi yoxdur. N-in qiymətini alsaz, n-in qiyməti 5 olsa. Məsələn, n-in qiyməti 5-dir. Yəni 5 mərtəbəli binadır. Cari mərtəbəniz də 5 olsa, 5 5-dən kiçikdirmi? Xeyr. Görürsünüz, qiymətlər üst-üstə düşsə də dövrdən çıxacaq. Və yaxud n-in qiyməti 6 olmayacaq zaten. N-in qiyməti olsun lap 6. 6 mərtəbəli bina olsun. Cari mərtəbə isə 7-dir. 7 mərtəbəli bina. Heç bura düşməyəcək. Çünki elə olanda cari mərtəbəni keçib burada Cout 0. Və nə qədər ki, kiçikdirsə, dövr davam edir. Artıq kiçik deyilsə, bərabərdirsə və yaxud böyükdürsə, indi hər nə olarsa. Bu zaman nə olsun? Proqram dövrü yekunlaşsın. While dövrü bitsin. While dövrü bitəndə gəlib sonra belə bir şərt qoyaq. Əgər sizin cari mərtəbəniz n-ə bərabərdirsə, Cout 1 versin. Bu deməkdir ki, istifadəçi n-ci mərtəbəyə çata bilib. Çata bilibsə, cari mərtəbə, hazırdakı mərtəbəsi n-ə bərabərdirsə, onda nə olsun? Burada bizə Cout 1 versin ki, artıq sənin əməliyyatın uğurludur. Yox, əksi halda isə sən n-ci mərtəbəyə çatmamısan. Onda Cout mənə 0 ötürsün. Demək olar ki, uşaqlar, hər bir məsələni nəzərə aldıq burada. Oyun mürəkkəblikdə bir proqram hazırladıq. Yəni, run edək. Run edək. Məsələn, təsəvvür eləyək ki, necə bir qiymət verə bilərik burada. Gedin 1 alın. Birin özümdən yazıram, 5 mərtəbəli binadır. İndi baxın, 5 mərtəbə yazdım. Bu binanın mərtəbəsinin sayıdır, yəni n. Sonra hara işləyir? Cout işləyir. Sin işləyir. Sin mərtəbənin i indeksi. Birinci mərtəbənin qiyməti 2 olsun. Birinci mərtəbənin qiyməti 2 olanda 2 nədir? Sadədir, düzdürmü? Sadədirsə, mən nə eləməliyəm? Bir mərtəbə yuxarı qalxmalıyım. Elədir? Gedəcəm ikinci mərtəbəyə. İkinci mərtəbədə, məsələn, qarşıma çıxsın neçə qiyməti? Çıxsın, gəlin bunu sadə qoyaq. Əslində, hamısı sadə qoysa düzəlir. 7 qoyaq. İkinci mərtəbədəki qiymətim 7-dir. Görürəm ki, ikinci mərtəbədə 7-dir. Bu da sadədir. Onda mən bir mərtəbədə yuxarı qalxacam. Sadədirsə, üçüncü mərtəbəyə. Üçüncü mərtəbədəki qiymət bu neçə qoyaq? 3 qoyaq. Yenə əla, super. Bir mərtəbə yuxarı qalxdım. Oldum neçənci mərtəbədə? 1, 2, 3, 4-cü mərtəbədə. 4-cü mərtəbədə yenə sadə qoyuyorum. Yenə 11 qoyuyorum. Enter edək. Görürsünüz, qiymət 1 alındı. Çünki mən ən sonunda getdim 5-ci mərtəbəyə çatdım. İndi son sistematik olaraq burada göstərim. Tez bir dənə bina şəkli çəkək. Hər hansısa bir sual qalmasın beynimizdə. Burada binamız olsun 5 mərtəbə. Biraz binaya bənzədəcəm. Baxın, burada bu şəkildə bizim mərtəbələrimiz var. Bir dəqiqə. Aha. Deməli, burada mərtəbələrimiz var. 5 dənə.
1, 2, 3, 4, 5. Olsun belə. Məsəl üçün, təsəvvür eləyək ki, bayaq qeyd elədiyimiz kimi. Haradaydı bizim yazdığımız isə? Burada. Birinci mərtəbədə 2 yazılıb. Birinci mərtəbədə 2 yazılıbsa, ikinci mərtəbədə neçə yazılmışdı? 7, sonra 3 yazılıb. 7 yazılıb burada, sonra 3 yazılıb. Növbəti addımda 11, 11 yazılıb. Düzdürmü? 11, 11. Siz neçənci mərtəbədəsiz? Mən bu olsun mərtəbə sayı, bu da olsun ədəd sayı. Mərtəbə sayı, ədəd sayı. Biz neçənci mərtəbədəyik? Birinci mərtəbədəyik. Ədədimiz neçədir? 2. 2 nədir? Sadə. Sadə isə bir mərtəbə yuxarı qalxır. Qalxdım ikinci mərtəbəyə. İkinci mərtəbədə ədədim nədir? 7. Sadə isə bir mərtəbə yuxarı qalxdım. Üçüncü mərtəbəyə. Üçüncü mərtəbədə ədədim nədir? 3. Sadə isə bir mərtəbə yuxarı qalx. 11. Dördüncü mərtəbə. Sadə isə bir mərtəbədə yuxarı qalx. O da yenə 11. Və mən gəldim 5-ci mərtəbəyə. 5-ci mərtəbədə n-in qiyməti 5 idi. Cari mərtəbənin qiyməti 5-dir. 5 5-dən kiçikdirmi? Xeyr. 5 5-dən kiçik deyil. While dövrü dayandı. Düşdü aşağı. Cari mərtəbə n-ə 5 5-ə bərabərdirmi? Bəli. Siyot 1 verəcək. Bu formada. İndi başqa bir senaryo yazaq. 5 mərtəbəli binadır. Birinci mərtəbə 4-dür. İkinci mərtəbə 7-dir. Üçüncü mərtəbə neçə verək? Məsələn 4-dür. 4-dürsə mürəkkəbdir. Mürəkkəb isə birinci mərtəbədən getməlidir. 2 mərtəbə yuxarı, yəni 3-cü mərtəbəyə. 3-cü mərtəbəyə elə bir qiymət qoyaq ki, sonra problem yaransın. Məsələn 11 verək, olsun sadə. Onda gedəcək 4-cü mərtəbəyə. 4-cü mərtəbədə isə başqa bir qiymət verəcəm uşaqlara. Məsəl üçün 1 verəcəm. Olsun 1. Digərinə də verim 5. Bura nə edək? Sözsüz ki, burada 0 verməlidir. Yəni mən sonunda gedib mənzil başına sonuncu 5-ci mərtəbəyə çatmayacağam. Niyə elə oldu? Gəlin baxaq. İndi buradakı senaryomuza uyğun olaraq sistemi tez seçmək olar. Dağılsın. Deməli, buranı tez silək. Ona uyğun da yazaq. Aha. Deməli bizdə nə idi? Neçə vermişdik? 4, 7, 11. 4, 7, 11. Sonra 1 və 5. Düzdür? 1 və 5. İndi mən neçənci mərtəbədəyəm? Məsəl üçün birinci mərtəbədəyəm. 1-dən başlayıram. Birinci mərtəbədə ədədim 4-dür. 4-dürsə mürəkkəbdir. Çünki 2-yə bir böləni var. Onda mən 2 mərtəbə yuxarı qalxmalıydım. Birinci mərtəbədən keçməliyəm. 1, 2. 2 mərtəbə yuxarı. Olacam 3-cü mərtəbədə. 3-cü mərtəbədə mənə qarşılayır 11. 11 sadədir. Onda 1 mərtəbə yuxarı gedəcəm. Gəldim bura. 4-cü mərtəbədə 1 var. 1 varsa nə olmalı? Proqramın hansı hissəsi işləyir? 1 olduğuna görə cari mərtəbədəki ədəd bərabərdirsə 1-ə, onda siyot 0 versin və proqram orada dayansın. Bu şəkildə deyə bilərik. Və yaxud 1 olmasaydı belə bir şey də yaza bilərdik uşaqlar. O nəvəsinə. Təsəvvür edin, orada 1 yoxdur. 1 yoxdur. Amma nəvəzinə belə bir yazı yazır. Hər bizə 1-ə bərabər bir yazı olsun. Nəticədə gedib yenə həmin hissəyə çatmayaq. 0 versin. Onda 4-cü mərtəbədə elə bir qiymət olsun. Bizi 2 mərtəbə yuxarı atsın. Verək 12 qiymət. 12 nədir? Mürəkkəb. Mən 4-cü mərtəbədəyəm. 12 qiyməti aldım. 12 mürəkkəbdir. Mürəkkəb isə məcburam 2 mərtəbə yuxarı gedim. O da gedir 6-cı mərtəbə olur. 6-cı mərtəbədə yoxdur. Yəni proqramın baxın bu şərti pozulmuş olur. Cari mərtəbə böyükdür n-dən və beləliklə siyot yenə 0 verəcək. Proqramımız bu şəkildədir. Bütün ehtimalları gördüyünüz kimi nəzərə aldıq. Sizdən də gözlədiyim elə budur. DL-yə düşmədən zaman və həmin o yaddaş mürəkkəbinə uyğun olaraq bütün ehtimalları nəzərə alaraq proqram yazsa, sizdə heç bir bal kəsintisi və yaxud problem olmayacaq. Diqqətlə baxın, görün hara aydın olmadı.
Nə sualınız var? Mürəkkəbi tapıb sadə dildir. Orası biraz problem oldu. Mikrofonunuz zəhmət olmasa düzəlt, səsim çox aydın gəlmir. O sadə dilin yeri var mənim. Orası biraz tam başa düşəmədim. Baxaq ora. Sadə dilmi hissəsində bax. Deyək ki, sən burada sadə dilmi proqramda hardadır? Bax burada, düzdürmü? If sadə dilmi. Sadə dilməyə nə ötürəcək? Ədəd. Ədədin indi bayaq bizim yazdığımız hissədir. Ədəd ola bilər 4, 7, 11, 1, 5. 1-ə təbii ki, dəyməyəcək. Çünki 1 olanda proqram zaten dayanırdı. Deyək ki, 4 qiyməti var. 4 qiymətini götürdü. Dedi ki, vektorda birinci mərtəbədəki qiymət nədir? 4. Götürdü ədədə. Ədəd 1-ə bərabərdir. Yox, pas keçdi. Gəldi bura. Sadə dilmirə həmin o ədədi ötür. Ədəd 4 idi. 4-ü hara ötürəcək? Bax, funksiyaya. Deməli, buradakı ədədin də qiyməti lokal dəyişəndə artıq burada funksiyanın daxilində bu ədəd 4 olacaq. Deyəcək 4 2-dən kiçikdirmi? Xeyr. Bu yerinə yetirilmədi. Düşür fora. İndi belə fikirləş. Belə fikirləşək. Bir dəqiqə. Qələmi başladım. I bərabərsə 2-yə. I 2-yə bərabərdir. Düzdürmü? Və deyirik 2 vur 2-yə qədər dövr davam edir. Amma hələ ki tələsmirik. Çünki 2 olan hissə də nəzərə alınmalıdır. Birbaşa 2-ni 2-yə vurana qədər gedirsə, oranı götürmək olmaz. Addım da işarəliyim. Burada. Belə deyək. Belə deyək. Bax, diqqətlə bax. Deməli, i bərabərcə 2 demişik. i-nin qiyməti 2-dir. Və i++ edəcək. Təbii ki, o öz yerində. Amma i-nin ilkin qiyməti 2-ni götürəcək. Ədədin qiyməti neçə dedik? 4. 4 2-yə bölünürmü burada? 0 qalır da, düzdürmü? 0 qalanda nə verməlidir? False qaytarmalıdır. Və break nə edir? Bütün dövrü sındırır. Və return mənə nə qaytaracaq? False. Biz demişik ki, return bir dəfə yerinə yetirə bilir. Artıq burada false verirsə, gedib burada return true verilməz. False verir. Bir dəfə return yerinə yetirir. Ya false, ya true. Hər hansısa biri. Hər hansısa bir yerdə. 4 2-yə bölünürsə, onda bizə nə verdi? False qaytardı. False olanda demişdik ki, bu ədədin sadə olduğuna görə proqramlaşdırılmışıq. Onda buraya false qaytaracaq. Hara false qaytaracaq? Bax, sadədirmi yazılan hissə var ha? Bura false qaytaracaq mənim üçün. Şərt operatorunda belə bir hissə var. Məntiqi tip, əgər mötərizənin içərisində şərt operatorunda true qaytarsa, şərtin gövdəsinə, yəni bura müraciət edəcək, bura hesablanacaq. Yox, əgər bura false qaytarsa, o yerinə yetirilmir. Onda if-də bura false qaytardığına görə, zaten belə düşünə bilərsiniz də, şərt operatoru qurursunuz. Məsələn, A böyükdürsə, 5 böyükdürsə 10-dan. 5 10-dan böyükdürmü? Böyük deyil. Onda true və false kimi qiymətlərinir onu. Əgər 5 böyükdürsə 10-dan. 5 10-dan böyük olanda true olur, yoxsa false? False qaytardı. Bəli, false olur. Ona görə false olanda sən if-in içərisinə daxil olmayacaqsan da. Çünki 5 böyükdürsə 10. Əgər 5 böyükdürsə 10 şərti yazırsan. Bura false olduğuna görə sən onda nə olacaq? Orada nə yazılır yazılsın. Məsələn, düşə aşağı nə yazılsın yazılsın. Misal yazılsın. 50 dənə şey hesablasın. Sən onu etməyəcəksən da. Çünki 5 ondan böyük deyil. Bura false verib sənə. Yox, true versə, true versəydi. Məsəl üçün, bura bir dənə not atsaydı və yaxud başqa bir şey yazsaydı, hə, o başqa məsələ. Onda deyərdi ki, hə, 5 ondan böyükdür. False-dur, amma qarşısında not olduğuna görə bura true-ya çevrilir. Bu zaman şərt yerinə yetirilir. Bu da belədir. Funksiyadan alınan qiymət də eyni məntiqdir. Bura nə vaxt true qaytarsa sənə məntiqi tip olaraq, sən onda if-ə müraciət edirsən. Yox, false qaytarsa, if-ə deyil, bunun digər hissəsi else müraciət edirsən və cari mərtəbəni 2 faiz artırırsan. Hər mərtəbədəki qiymət üçün əməliyyat bu şəkildə hesablanır. Diqqətlə baxın, başqa sualımız varmı? Tam şəkildə başa düşəsiniz.
funksiyada və yaxud da proqramın qaytarılan hissəsində yoxdurmu sualımız? Yoxdursa onda işarələyirəm. Bunları göndərəcəm sizə. Yenə baxacaqsınız. Bir də video izahatı göndərəcəm. Video izaha tənbəllik etməyək. Baxaq, qeydlərimizi götürək. Hamısına baxmasanız da istəyirsiniz 2x-ə qoyun, necə ürəyiniz istəyir. Əsas hissələri qeydlər götürün özünüz üçün. Çünki o qeydlər növbəti proqramlar yazılmış sizə çox kömək olacaq. Ev tapşırığı olaraq uşaqlar. Enerji bataryasının paylanması. Bu hələ ki bir dənə sual göndərəcəm. Deyin. Plusda bu suallara göndərəcəm və ya yazdıqlarımızı. Video izaha baxandan sonra, qeydlərin üzərində işləyəndən sonra oturun müstəqil şəkildə həmin yazdığımız sualları da yenə yazın. Yaxşımı? Durmadan üzərinizdə işləyin. Gələn dərsə qədər, indi başqa proqramlara sonra bir addım baxacaq. Hər hansısa bir sualınız varmı bugünkü dərs ilə əlaqəli? Əhməd, Nuray, Nicat. Yoxdur. Oldu onda uşaqlar. Gecəniz xeyrə. Hər hansısa bir sualınız və yaxud başa düşülməyən bir hissə olarsa, çəkinmədən WhatsApp-dan yazarsınız mənə, yönləndirərsiniz, köməklik edərəm. Uğurlar hər birinizə. Sağ ol. Sağ olun müəllim. Sağ olun.